Başlayırıq uşaqlar. Səhvlərinizi qeyd edirsiniz. Birinci suala baxa bilərik müəllim, məndə söz. Baxırıq. Mən də Ana baxıram. dilindən başlayırıq. Deməli. Ekranı belə böyüdük. Məncə A olmalı diyordu. Baxaq uşaqlar. Deyir, hansı cümlədə fərqləndirilmiş sözü digərləri ilə eyni köklü hesab etmək olmaz. Bu eyni köklülük də qayda olaraq hazırda proqram xaricidir. Bu il üçün artıq o çıxarıldı. Yenə də mahiyyət eynidir. Eyni köklünün qaydası budur ki, mütləq düzəltmə olmalıdır və mütləq leksik şəkilçi olmalıdır və kök anonim olmamalıdır. Bu qəbulda istifadə olunub topluda təkrar verilən bir sualdır. İndi burada gəlin tərkib təhlillərinə baxaq uşaqlar. Yaralanmış A olmaz. Yox, A düz deyil. Ona görə ki, yarmaq feilindən yara ismidir. Yara ismindən yaralamaq feilidir. Yaralanmaq feilidir. Mış da feil sifət. Nəticədə bu sözün kökü yarmaq feilidir. Yardığı sözü müdafiə xəttini yardığı üçün yarmaq yenə kök feildir, amma daqüstəgəl mənsubiyyət nədir? İsim. Feil Yox. sifət. Sıfatı sifat. Feili sifətin şəkilsi, daqüstəgəl mənsubiyyət, feili sifətin, feili bağlamanın, məslərin şəkilçiləri qrammatik şəkilçilərdir. Yəni, mahiyyət etibarilə bu söz yenə də sadə hesab olunur. Eyni köklüdə də heç vaxt sadə ola bilməz. Mütləq düzəltmə olmalıdır, mütləq kök homonim olmamalıdır. Cavab B-dir. Meşənin arası, məsələn, burada yarmaq feilindən yarılmaq, yarmaq feilindən yarğan, coğrafi bir termin kimi də yarğanlar yer yarılır əmələ gəlir. Yarmaq feilindəndir. Yarıq da yarmaq feilindən yarıq isimdir. Aydındır uşaqlar, eyni köklü. İndi bu mahiyyət etibarilə sizə sual eyni köklü gəlməz, amma deyər ki, məsələn, hansı sözün kökü sadədir, hansı sözün kökü düzəltmə deyil, hansı sözün kökü, məsəl üçün, feil deyil və yaxud feildir, müxtəlif formada sual şəklində gələ bilər. Nəticədə cavab B-dir. Testdə problem yoxdur. Müəllimə, eyni köklü sözlər çıxartmamışdılar bizdən. Bəli, bəli. Bu indi qəbuldur. Qəbullar 2019. İndi ildən nəsə dəyişib də, bu il çıxarılıb, bəli. 17. 4 var. 6. 4-ə baxaq əvvəlcə uşaqlar. Dialoqda buraxılmış durğu. Uşaqlar, durğu mütləq sizin üçün qəbulda sualdır da, mütləq. Bu durğuda məsələ budur ki, durğu ya nəsr formasında verilmiş cümlədə gələ bilər, ya da dialoqda gələ bilər. Başqa bir şey yoxdur. Aydındır, ya nəsr formasında, ya da dialoq. Dialoqsa alt-alta. Şeirdə də ola bilər. Şeir də yenə dialoqun bir formasından sayılır. Dialoqdursa, birincinin sonunda qoşun nöqtə qoymalıyam. Daha dırnağa ehtiyac yox. Məndə hamısı deyir, axırda 3 New York, nöqtə New York. İndi B baxaq yazdı. da. Dəfələrlə dəniz səyahətində olmusunuz. Bu səyahət zamanı nəyi möcüzə hesab etmişsiniz? Görürsən, yenə alt-alta verilən bir nümunələrdir. O zaman olmusunuz xəbərdən sonra cümlənin davamı gedirsən, biz bura nə qoyurduq? Olmusunuz, vergül qoyuruq, çünki kiçik hərflə gedir. Bu səyahət zamanı nəyi möcüzə hesab etmişsiniz? Sual məzmun ifadə etdiyi üçün sual işarəsini qoyuruq. Sonra yenə də dialoq gedir də. Dialoq getdiyi üçün mən təzədən treni bir də bura qoyuram. Sağ-salamat sahilə çıxmağımı. Hə. Sual deyil. Yox, bu cavabdır da. Sual ikincidədir. Fikir bitir. Yəni, nəyi möcüzə hesab edirsən? Sağ-salamat sahilə çıxmağı. Bitdi, fikir bitdi, nöqtə. Mı mən saçdırdı, axırda mı var? Sağ-salamat çıxmağımı o saçdırdı. Bu sual ədatı deyil ki, çıxmağım, mənim çıxmağım, o mənsubiyyətdir burada. I da təsirli haldır. Başa düşdüm mən. 5-ə də baxaq da. Bu 4 aydın oldu, variant seçmədim. Ha, düzdüm burada. A variantıdır. Hə, yəni treni 2 dəfə təkrarlamalısan. 5-ə baxırıq. Ümumi şəxsi cümləni müəyyən edin. İsmail, bu ümumi şəxsin qaydası necə idi? Hamıyaydır, mübtədası olmur. Və əsas məsələ xəbər. İkinci şəxsin cəmi. İkinci Ay, şəxsin ikinci. təki. Üçüncü şəxsin cəmində olmalıdır uşaqlar. Üçün cəmində
məzmuna baxırsan ki, hamıya aiddirsə ümumi, bəlli bir onlardan söhbət gedirsə qeyri-müəyyən. 2-nin təkində isə mübtəda cümlədədirsə, sən danışırsan, bu müəyyən şəxsdir. Mübtədası yoxdursa, məzmuna baxmalıyam. İndi müəyyən etdirir bizə. İçəri, şəhəri dolaşanda sanki keçmişə qayıdırsan. Sən qayıdırsan deyəndə bəllidir ki, hamımız üçün keçərlidir. Nostalji bir hava olduğu üçün orada hamı keçmişə qayıdır. Xəbər 2-nin tərkində fikir hamıya aiddir, biri götürürəm. Qəsəbənin ortasında asfalt yolunun yaxınlığında arteziyan quyusu var. Var nədir? Predikativ ismi xəbər. Sual verə bilmirəm, amma tək başına gördüm, xəbər kimi götürdüm. Nə var? Arteziyan quyusu var. İsmi birləşmə mübtədadır. Mübtədası nədir bu? Bu müəyyən şəxsli cümlədir. Mübtədası olan bütün cümlələr müəyyən şəxslidir. Məzmununa, xəbərin içən şəxsdə olmasına baxmırıq. Mübtəda var, müəyyəndir, bitdi. Ağıllı düşmən axmaq dostdan yaxşıdır. Yaxşıdır xəbər. Kim yaxşıdır? Düşmən yaxşıdır. Mübtədası var, yenə də müəyyən. Bu sildi. Bal tutan barmaq yalar. Kim? Bal tutan. Feil sifət tərkib mübtədadır. Fikir hamıya aiddir. Amma mübtədası var axı dedik. Mübtəda varsa biz bunu müəyyən şəxsli yenə götürməliyik. Məzmuna ikinci növbədə baxırıq. Birinci göstəricilərdir. Qaldı 5. Belə insanlara hörmət edərlər. İndi belə deyəndə yaxşı insanlara, mehriban insanlara, nə bilim, qədir bilən insanlara və s. Belə nəyisə əvəzləyib də hörmət edərlər fikir hamıya aiddirsə, xəbər üçün cəmində cavab 1-5-B. İsmail, aydındır? Bəli, başa düşdüm. Ay maşallah, bugün hamı buradadır. Yenə də kimsə əskik deyərdim, qoy görüm. 13. 6 bölüm. 8'e bakabiliriz. Məndə də var. 8-ə baxırıq uşaqlar, 8. 6 var idi mənim onlarda. 6, Banu. Banu deyir, hansı cümlə ancaq sifətlərdən ibarətdir? Deməli, bizim suallarımız bölmə üzrə müəyyən etməliyik ki, Banu, nə üzrədir? Sifət deyil, morfologiya üzrədir. Demişik, morfologiya üzrə test olanda tək-tək baxmalısan. Sintaksis üzrə sual olanda cümlədə sual verib sintaktik təhlil edər. İndi tək-tək nətər baxaq? Cümlədə sual verməyək də ayrı verək. Tək-tək, hə, düzdür. Elə məqam var ki, cümlə içində, birləşmə içində burada da baxıram, amma əsasən tək-tək. Cəsarət nə isim, şücaət nə isim, igid necə sifət. Hə, burada tək-tək bax deyəndə qrammatik şəkilçiləri kənara qoy, başlanğıc və yaxud da kök baxmaq lazımdır. Yəni bir sözün başlanğıcı yoxdur, kökü var, elə bax. Başlanğıcı var, elə bax. İgid, sifətdir, xas. Xas nədir? Bu xas nədir? Başma değil. Nə? Başma değil. Evet. Qoşmadır, hə. Kimsə sifətdir də ona etiraz edirdim. Sifət deyil, xas qoşmadır. Deməli, cəsarət ismi olduğu üçün A-nı sildim. Həmin sifəti əvəz edən Banu əvəzlikdir, çaşmırıq, əvəzlik. Kəndimizdəki dakını harda görürsən gör, sual nə olur olsun, demişik ki, nədir bu? Sifət. Gümrah sifət, qoca sifət, indi, dünən, bugün, səhər, zaman zərflərinə ki qoşulanda nə olurdu? Sifət, cavan sifət, işgüzar sifət. Sadəcə burada, Banu, sifətlər isimləşib. Biz burada mahiyyət olaraq özünə baxırıq da. Mən 8 ilə bir kənara çıxarıb elə sual vermişdim. Qocaları ismi götürmüşdüm. Yox, sifətdir. Qrammatik şəkilçidən azad elə sözü, elə bax. Leksikə dəymə, amma qrammatik şəkilçini kənara qoy bax. Qrammatik şəkilçi bizə vacibdir, sintaktik təhlildə. Bir şəkilçi belə bizim təhlilimizi dəyişə bilər. Morfoloji təhlildə mümkün qədər qrammatik şəkilçilərdən qurtulun. Çünki o nitq hissəsində bizi çaşdıra bilər. Sifət isimləşdirə, ismi sifətləşdirə, nə bilim, sayı isimləşdirə və s. Bu hallar bizi çaşdırmamaq üçün qrammatiki kənara qoy. O birlər niyə olmaz? Məsəl üçün şəffaflıq isim də olmaz. Burada da pərdə isim də olmaz. Cavab C. Mən şücaət də sifətdir. Düz yazmışam amma orada. Bəli, dedim onu. Cəsarət, şücaət, sifət yox, isimdir. Cəsarətli, şücaətli olsaydı, cəsarətlə, şücaətli olsaydı zərb, li olsaydı sifət, tək başına ad isimdir. Bildim, çox sağ ol. Bir var müəllim, Bəli, 8-ci sualda nəsə qəribəlik var ya, bir də ona baxalım. qəribəliyə baxaq. Altına xətt çəkilmiş hansı hissə cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz, amma cümlənin emosionallığı azalır. Aha, uşaqlar, cümlədə emosionallığı nə yaradır? Ədat. Ədat. Əda.
Yardır. Gəlin ədadlara baxaq da. Sənsiz güllər Laf açarmı? gözlədim. Sual ədatı. Dəvəcə boyun olunca biz canı çox danışmışıq da. Qoşma. Burada Dəvə dəvə qədər. qədər, bəli, canı götürüb qədərlə əvəzləyə bildiyim üçün burada qoşmadır. Emosionallıq azalmır. Burada dəvə boyun olunca məntiqsiz bir gedişata çevrilir. Sən ruhən sarsıdan duyğularını etiraf etsənə əmrədə atışın heç Ədat. olmasında. Gənclik xatirələrini qəlbindən saxlamısan. Görüntü olaraq mı var, adakı mıya bənzəyir, amma təhlil ilə saxlamaq. Mış keçmiş zaman, sonra şəxs sonluğu sadəcə orada şısı düşüb. Yəni Zorunlu saxlamışsan. sözlərində mənası da qalmır axı. Saxlasan demək olmur axı. Yox, olmur. O sadə cümlədə sağla olmaz. O sağ mürəkkəb cümlədə getməlidir. Yəni bu keçmiş zamandır. Keçmiş zamanın mışın mısıdır. Şı düşüb sadəcə. Yəni burada heç nə. Bircə evin bacasından çıxan tüstü burada insan yaşadığından xəbər verirdi. Burada da 2 evin bacasından çıxan tüstü, 3 evin bacasını deyə bilərəm. Ona görə bir hissəsi saydı, ca da orada olur ədat. Nəticədə ədatlar 1, 3, 5 cavabımız varmı? Var, C variantı. Uşaqlar, qrammatikada sizə məzmun məntiqinə dayanaraq sual demək olar ki, gəlmir. Məntiqi sualların belə təməlində müəyyən bir qrammatik qayda dayanır. Məsəl üçün, burada sən unutmuşsan ki, emosionallıq azarar. Dur bir cümlə okursan, məntiqlə bax, burada emosionallıq var, burada yoxdur. Yox, fikirləş ki, emosionallıq harda olur? Hansı qrammatik qaydada var? Yaxşı, yenə vəziyyətdən çıxa bilmədən, altdan xətt çəkilənlərə bax, təhlil elə. Sən bunun kənarından, məsəl üçün, ədat, nə bilim, ədat, belə-belə yazdıqca, görəcəksin ki, 3 ədat, cavab da var, fərqli olan budur, hazırdır. 11. 10-cu sualda hansı nümunədə hal Doqquz. şəkilçili, bu qaydacan başlamışım, hal şəkilçisi söz olsa da Hə. idarə əlaqəsi yoxdur. Bu biraz hazırda bizim üçün proqram xarici sual tipidir, amma gəlin bunu indiki hala çevirək. Bax, uşaqlar deyir ki, hal şəkilçili söz var, amma həmən söz tabelilik əlaqəsində deyil. Fikrim aydındır. Hal şəkilçili söz var, amma tabelilik əlaqəsində deyil. Hal şəkilçili söz adətən xəbərlə ya tamamlıq, ya da zərflik baxımından tabelilik əlaqəsində olur. Deməli, əlaqə də deyilsə, hardadır bu? Hansısa birləşmənin içindədir ki, təhlil olunmuyor. İndi siz tapın dediyimə nəzərən. Və yaxud da hal şəkilçili söz xəbərdə də ola bilər. Orada artıq biraz fərqli olacaq. Müəllimə. Çünki mən dediyim birinci qaydaya nəzərən variantlardan baxıram, o tipdə getmir. Xəbərdə C-dir. C-də var, amma orada xaricdən gələn idarə əlaqəsidir. Fe'li Bəli. sifətdir. Xaricdən gələn qonaqlar var. Onda belə deyək, idarə deməyək də mümkün qədər biz bugünkü təbircə danışırıq. Fe'li sifət tərkibdir. Fe'li sifət tərkibin aslı tərəfindəki söz, əsas tərəfindəki söz nə? Bax, bu formada tabelilik əlaqəsindədir. Bugün gələn təbriklər tanışlardandır. Tanışlardandır xəbər. Nə təbriklər? Hansı təbriklər bugün gələn? Burada bu formada olacaq. Əslində tabelilik əlaqəsi oldu, amma elə test elə idarəyə dayanırdı. Bu tabeliliklə getməyəcəkdi. Nəyə görə? Çünki xəbər mübtəda ilə tabelilik əlaqəsinin uzlaşma deyirik. Yenə də o hardasa düşünə bilərik. Çünki uzlaşma ayrı qeyd olunur, tabelilik ayrı qeyd olunur. Belə uşaqlar, qısaca bu testi, bax bunu görməyəcəksiniz. Amma bilin ki, birləşmənin az tərəfindəki nümunədə tabelilik əlaqəsindədir. Mübtəda xəbərdə uzlaşmadır. 2-3-cü növ, yəni yəlik və mənsubiyyətdə olan nümunələrdə də uzlaşmadır. Həm də onun daxilində bir dənə də tabelilik əlaqəsi var. Yəni birləşmənin içində, ismi birləşmənin içində 2 sintaksik əlaqə olur. Məktəbin direktoru. Burada 2 sintaksik əlaqə var. Bir tabelilik, bir uzlaşma. Nuray, 9-u sən idin deyən. Bəli, müəllim. Təbii və sərbəst hara aiddir? Təbii ki, təbii sərbəst. Tərdə olursa, Məişət aid. lüğət tərkibi yığcam sintaksinə qədər məhdud, normallıq o qədər möhkəm. Qısa danış, öz danış. Bu rəsmi işgüzara aiddir. Bunu yazdıq bura. 3 səbədi üslub. Sevdik. Bəli, ara sözlərin çox işlənməsi daha çox bədii yox, elmi üsluba aiddir. Müəllim danışır, sonra deyir, beləliklə, nəhayət.
Ona görə də bu elmi üslub sayılır. Sildim. Aydın kütləvi olanda publisistikli yeni də bura yazdım. Cavabımız qalır C variantı. Çünki ona uyğun yoxdur. Bədinin xüsusiyyəti emosionallıq, çox mənalılıq, ekspresivlik, frazeoloji birləşmələr və s. Müəllimə, ara Müsbət. sözlər bədilik deyildi ki. Ara sözlər danışan ifadə etdiyi fikrə münasibətdirmi? Bu elmiyə aiddir. Bax, biz danışırıq, qaydanı danışırıq. Sonra deyirik ki, beləliklə, nəticədə, ümumiyyətlə, xülasə, yəni daha çox nəticə bildirən ara sözlər elmi üslubda istifadə olunur uşaqlar. Bəs o ara sözlər kimi də gələ bilərsə, modallıq bildirən sözlər istifadə olunmuş şəklində də gələ bilər. Biz deyirik mürəkkəb cümlələr. Mürəkkəb cümlələr harada istifadə olunur? Elmi üslubda. O da elmidədir. Yəni bunu belə loru şəkildə yadınızda saxlayın ki, uzun-uzun harada danışdıq? Elmi üslubda. Bir elmi fikri sizə çatdırmaq üçün uzun cümlələr, mürəkkəb cümlələr. Danışandan da sonra axırda onu ümumiləşdiririk. Yəni nəticədə, yekunda budur deyirik. Ona görə də olur elmi. Sonra uşaqlar 13. 11-də B variantına baxa bilərik müəllim. Düzdür, prosta bir də baxam. blokada. Həm Dahınç qanununa tabedir, orada deyil. Ən asal sual bu idi. Bir də müəllim deyilişi çatmadı. Blokada olur, yoxsa blokada olur? Blokadaya alındı. Rus Avropadan gələn sözlər o ay kimi tələffüz olunur. 16. 13. 12-yə baxırıq əvvəlcə. Bu məktubu da oxudun cümləsində iki cür düşünə biləcəyimiz nümunədir. İki cür düşünəcəyimiz nümunələrdə nə demişdik? Bir yazırıq. Bir təhlillə, iki yazırıq, iki təhlillə ki, beynimiz yarı yolda qarışmasın. Məsələn, birinci versiyada oxumaq sözün kökünü götürürəm. Da keçmiş zaman götürürəm. Xəbər şəkli olur zaman olanda. Keçmiş zaman olur. Bir də n da olsun burada yenə saatini itirmiş şəxs sonluğu. İkinci versiyada, burada növün göstərisi olmadığı üçün burada bir dənə məlum növ yazım. Feylə aid nə bilirəm, qeyd edeyim. Və ya ki, variantda qarşıma çıxa bilər. İkincidə isə oxutun o mənada. Yəni, bu məktubu gedin ki, məsələn, oxutun, vacibdir o mənada, əmr şəkli kimi. Oxumaq onda olacaq sözün kökü. It feildən feil cəldən şəkilçi bu saitə görə saatini itirir. Şəxs onluğundakı, bax, bu saitə görə t-dıya keçir. Bir cür var, oxutmaq. Onda olur şəxs onluğu. Nəticədə bu olur feilin əmr şəkli ki, məsələn, işi icra etdirində deyirəm, oxutun. Onda da oxumaq nəyi, oxutmaq nəyi? Bu da icbar növün göstəricisi olur həm də. Getdik. Həm sadə, həm cətmə feil kimi. Bəli, xəbər şəklində sadə, əmr şəklində düzəltmə. Düşünə bilərəm. Hər iki variant üçün doğrudur. Bizə səhvlər istəyir. Onda bunu silirəm. Yalnız ikinci şəxsin təkinə aid etmək olar. Sən dünən oxudun, bu məktubu kiməsə oxutun. Yox, ikinci şəxsin təki yox. Siz oxutun deyirəm də. Yəni, sən oxudun, siz oxutun. Tək yox. Burada tək. Burada ikinci şəxsin cəmini düşünürəm. İki səhvdir. Feilin iki şəkli kimi düşünülə bilər. Görsü yazdıq da, bura iki şəkli kimi düşünə bilərik. Onda bu düzgün fikirdir. Biz biri 3-ü çıxsaq, cavabımız hazırdır. 2-ni götürmüşəm. Niyə 4-5? Şəxs şəkilçili söz hesab etmək olmaz. Baxın, şəxs sonluğu. Baxın, şəxs sonluğu olar. İki versiyada da olur. Bu ona görə ki, səhv olur, götürdüm. Feilin bir qrammatik məna növünə aid edilə bilər. Burada icbar, burada da dedik ki, məlum. Aydındır uşaqlar. Cavab oldu E variantı. 2, 4, 5. Müəllimə, bunu düz yazmışdım, amma bir də biraz çaşdım ki, orada keçmiş zaman olanda oxudun. Sual cümləsi kimi düşünmək olur. Onun daxilində sual işarəsi yoxdur deyə dedim, bəlkə də bir cür düşünmək Sual lazımdır. cümləsi kimi bir mənalı şəkildə düşünə bilmərsən, axı, əgər cümlədə sual əvəzliyi varsa deməlisən ki, sual cümləsidir. Nəqli cümlədir. İntonasiyandan sual cümləsi kimdə düşünə bilərsən, Nuray? Sən dünən kitabı, məktubu oxudun və yaxud deyirəm ki, bu məktubu sən dünən oxudun, daha bugün oxuma. Məsələn, belə. Hə, bildim, çox sağ ol.
13 var mənim. Hansı cümlələrdə sərfin quruluş cəhəri üçün növünə aid nümunə var? Bu çox təkrarlanan sual tipidir. Zərf deyirəm. Bax, bunu sizin üçün xətləyirəm, qırmızılayıram. İmtahanda da siz bunu qabardın. Nərminə zərf deyir, ha, zərflik demir. Necə baxmalıyıq? Banu bayaq nə dedik? Tək-tək baxmalıyıq. Sağa sala, yəni ki, sağa sola vurnuxan at birdən. Bax, sağa sola mürəkkəb. Birdən düzəltmə, qulaqlarının şəkliyyəti və irəliyə dartındır. Bu mürəkkəb. Bu birdən, qəfildən mənası düzəltmə, irəlidə sadə. Biri götürdüm. Buludların arasında ara sıra bərq vuran, ara sıra mürəkkəb. Ulduzlar sanki yerdə öz sahibini axtır, başqa bir şey yoxdur. Burada yerdə harada suala cavab verən yerlik halda olan isimdir. Getdi. Anası ilə üzbəüz nə tərzdə mürəkkəb, mehribanlıqla nə tərzdə düzəltmə, necə görünürdü? Aydın, bu da tərs. Mürəkkəb, düzəltmə, sadə 3-ü götürdüm. 1 3-ün olduğu variant hazırdır. 1 3 5. Niyə bəs 4 olmasın? Dizin eyni sözün təkrarı zərfdir, mürəkkəb. Yuxarı zərfdir, sadə. Nə yoxdur? Sürünərək. Sürməkdən sürünərək. Hə, feili bağlamadır uşaqlar. Əslində araq şəkilçisi, feili bağlamada da var, zərfdə də var. Onun nümunəyə əsasən müəyyən edirsiniz. Buraxılışda bir də səhv eləmirəmsə 2024 il istifadə olunmuşdu çaparaq sözü, qaçaraq sözü. Feili bağlama qrammatik şəkilçi idi, vurğu qəbul etmirdi. Zərfdə leksik şəkilçi idi, vurğu qəbul edirdi. Sürünərək çarpayının yuxarı tərəfinə gəldi. Yəni vurğunu burada yaxşı vurğuya getməyək, vurğu çıxarılıb. Gəlin dəyişməklə gedək. Sinonim şəkilçisi ilə gedək. Məsələn, dizin sürünüb, çarpayının yuxarı tərəfinə gəldi. Bununla əvəzləyə bildiyim üçün bu feili bağlamadır. Ona görə götürmürəm. Yəni, vurğuya görə də gedə bilərdik, proqram xarici olduğu üçün durmuruq üstündə. Bax, bayram sayağı quruluşca necədir? Mürəkkəb. Mürəkkəb. Həvəslə düzəltmə, gözəl hərəkətin qarşısında gəldiyi üçün sadə, bayram sayağı da mürəkkəb. Bəli, cavabımız 1 3 5-dir, Nərminə. Nə çaşdırmışdı sən? Mən burada bir də sağa solan götürməmişəm, ona görə səhv etmişdi elə. C yazmışdım. Bildim indi. Sonra uşaqlar. 20-də 5-ə baxa bilərik. 15-də 16. 16 var. 15. Darıxmayın, səbirli olun. Bir-birinizə mane olmayın. Amin. Bura qədər səhvlərin deyilir hamısı. Mənim 18-də var növbət. Hə, biraz səssizsən bugün. Cümlənin altında xətt çəkilmiş sözlər əsasında uyğunluğu müəyyən edin. Bəşəriyyət üçün ən böyük təhdid ətraf mühitin çirklənməsi və nüvə müharibəsi, terror kimi cinayətlərdir. Nə deyir burada? İzahlı lüğət. İzahlı lüğət. Bir də ana bax, biləcək. Təhdid, hədə qorxudur. Təşviq bir şeyə sövq etməkdir. Təlqin bir şeyə aşlamaqdır. Təşviq mübarizə deyilmir, mübarizə yolu ilə tərəqqi edir. İnsan təlqin vasitəsilə, yeni layihənin özünə məxsusluğunu insanları təşviq yolu ilə tərəqqiyə səsləməsindədir. Təşviq etmək, yəni sövq etmək, dəvət etmək, belə. İndi baxaq necə verib. Sən lazımdır. Bir işi görmək üçün dilə tutmaq, həvəsləndirmək. Onlar əslində düşünə bilərəm. Baxaq, qorxu hədə təhdiddir. Təhdid etmək, qorxuzmaq, hədələmək. Hər hansı bir fikir qəbul etmək üçün edilən təsir, təlqindir, bəli. Müsbət fikirlər təlqin oluna bilər, mənfi fikirlər təlqin oluna bilər. Mübarizə, mücadilə, yox, heç bir növbə gəlmir. Xəyalən göz qabağına gətirmək, təsəvvür etmək ola bilər. Heç nə, anı onda mən yazacağım bura. Təşviq elə bura. Başa. 6. Çətin sualı idi. Oradan nə deyir? Cümləni tamamlayan fikirləri müəyyən edin. Xəbərlərdən biri feilin şərt şəklində olan cümlə.
Yox, gəlin belə vəziyyətdə bir dənə nümunə yazaq. Xəbəri şərt şəklində olan bir cümlə. Deyirəm ki, dərs oxusa, imtahandan keçər. Həm sasi olsa vergül də qoyulur, həm də mürəkkəb cümlədir. Ona görə cavab çıxır. Bəli, biz burada vergüsüz təsəvvür olunmur. Çünki sasi harda işlənir? Tabeli mürəkkəb cümlədə. Və tabeli mürəkkəb cümlədə sanın işlənmə məqamında uzaq baş şərt bağlayıcısı ola bilər. Birdən düşünərsən ki, sa var, bağlayıcı var. Bağlayıcıya görə vergül yoxdur. Yox. Bu sanın olduğu cümlə adətən şərt məzmunlu cümlə olur. Şərt məzmunlu cümlədə olur şərt bağlayıcısı. Şərt bağlayıcısı da gəlir həmişə cümlənin əvvəlində. Məsəl üçün, əgər, hərgah, indiki bir haldakı, madam ki. Və bunun əvvəlində sonrasında vergül olmur. Bunun vergülü gəlir, düşür, bax bura. Yəni, elə də, belə də düşünsən, sanla bağlanan cümlə tabeli mürəkkəbdir və mütləq vergül qoyulmalıdır. Vergülsüz təsəvvür olunmur. İsmail, aydındır, biri götürdüm. Bağlayıcısız işlənmir. Bax, mən bunu yazmamışdım, düzdürmü? Bunsuz qeyd elədim. Deməli, işlənir. Bu fikir səhv. Sənin özü elə bağlayıcıdır da, elə fikirləşmək olmaz. Bağlayıcısız yəni səsiz işləmir. Yox, elə düşünmə. Yox, başqa şeydir. Yox, bağlayıcısız tabeli və tabeli bağlayıcılarına söhbət gedir, ha. Yəni, sanın olduğu cümlə şərt cümləsidir və şərt bağlayıcısı deyil, ola da bilər, olmaya da bilər. Qayda budan. Burada sən deyir ki, bağlayıcısız işlənmir, işlənir. Səhvdir bu. Ən az 2 qrammatik əsas, bəli, tabeli mürəkkəb cümlədir də. Ona görə 2 qrammatik əsasdan ibarətdir. Bir üç cavabı da var, hazır deyil, dəqiq. Tərəflərin bağlanmasına mütləq ədat. Və heç mən burada yazdığım cümlədə ədat yoxdur. Dərs oxusa da test yaza bilmir. Hə, ola bilər. Amma mütləq dediyi üçün səhvdir. Olmaya da bilər çünki. Tərəflər bağlayıcı sözlə bağlana bilməz. Kim dərs oxusa, məsuliyyətli olsa, o imtahandan keçəcək. Bilməz deyir, işinə bilər. Bir üçlü cavab. Bu tip nəzəri suallar artıq çox gəlmir. Əgər nəzəri bir sual görürsünüzsə, bilin ki, mütləq siz ona bir cümlə qurmalısınız, sonra düşməlisiniz aşağı. Yoxsa elə kitabdan öyrəndiyim qaydanı burada yazıb elə olmur uşaqlar. Düşünüb nümunəsini taparaq cavab tapa bilərsiniz. Mənim söz deyə bilərəm. Buyurun. Orada ən azı 2 qrammatik əsas deyil. Məsələn, dərs oxusa imtahandan keçər. İkisi də oya aiddir də. Sadəcə sasiyə bağlayıcısına görə onu biz mürəkkəb cümlə götürürük. Bəli. Orada ortaq mübtəda anlayışı tabeli bağlayıcı vasitə məqamında ortaq mübtəda sayılmır. Yəni, fərqli şəkillərdə, fərqli zamanlarda, məqamlarda icra olunan ortaqlıq sayılır. Ona görə siz çaşmayın. Yəni, o məqama köklənməyin. Siz tabelinin göstəriciləri varsa, daha 2 qrammatik əsas, bunun da mübtədası bura gəldi, ona köklənməyin. Sa var, sananda var, bağlayıcı söz var, nə bilim, tabeli bağlayıcısı var. Bitdi. Bu tabeli mürəkkəbdir. Biz sadə və mürəkkəb cümləni fərqləndirmə məqamında o məsələyə baxmalıyıq. Həmçüz xəbərlidir, yoxsa tabelisi mürəkkəb? Sağ ol. Sonra uşaqlar. 17. 18. 17. Deyir, həmciz vasitəsiz tamamlıq. İndi vasitəli və vasitəsiz tamamlıq anlayışı artıq proqramdan çıxarılıb. Mahiyyət budur ki, vasitəsiz tamamlıq o deməkdir ki, təsirlik halda olan tamamlıq. İndi sizə bu sual belə gələcək. Həmciz tamamlıq təsirlik halda olan söz birləşməsi ilə ifadə olunmuş cümləni müəyyənləşdir. Bir dənə bu termin dəyişəcək. Mahiyyəti yerindədir. İndi baxaq, nənəmi baş çəkməyi və söz birləşməsi deyir. 2 məsələ var, 3 məsələ var hətta. Vasitəsiz təsirlik hal olmalıdır, tamamlıq olmalıdır. O təsirlik halda tamamlıqda əsasən söz birləşməsi olmalıdır. Nənəmə baş çəkməyi, babama dərman almağı unutma. Unutma xəbər. Nəyi unutma? Nənəmə baş çəkməyi, babama dərman almağı, bu gör söz birləşməsi. Məsələ tərkib, təsirlik haldadır. Mən bunu götürdüm. Sonra səmadakı parlaq ulduzu
Bədirlənmiş ayı maraqla seyr edirdik. Tək başına parlaq ulduz, bədirlənmiş ay söz birləşməsidir. Amma tərəflər ayrı-ayrı təhlil olunan söz birləşməsidir. Ona görə də burada tamamlıq sadəcə isimlə ifadə olunur. Tələb ödənmir. Dərəliyazın yamyaşıl mənzərələrinə, dağ döşündən axan şışır bulaqlara baxmaqdan yorulmazdım. Burada təsirli hal yoxdur uşaqlar. Burada mənzərələrinə, bulaqlara yönlük haldadır. Bunu da sildim. Həyətin bir tərəfinə arı pətəkləri, digər tərəfinə kartof torbaları yığmışdıq. Yığmışdıq xəbər. Nəyi yığmışdıq? Arı pətəklərini, kartof torbalarını, qeyri-müəyyən təsirli haldı. Yenidə vasitəsiz tamamlıq, yəni tamamlıqdır götürürəm. 1-4 götürüb 2-3-ü siləndə də cavab 1-4-6-dır. Niyə bəs 5 olmadı? Burada saldıqca feili bağlama tərkibi yaradır. Sağ ol. Bəli, bəli. Burada bir qaydanı yenə nəzərinizə qabardıram, çatdırıram. Uşaqlar, tamamlıq və zərflik cümlədə axtaranda təkcə sual verdim, götürdüm, eləmə. Tamamlığı gətir xəbərlə sintaktik əlaqələndir. Zərfliyi gətir xəbərlə sintaktik əlaqələndir. Əlaqələnə bilirsiniz zərflik tamamlıq. Əlaqələnə bilmirsə, hansı birləşmənin az tərəfidir. Bax, buradakı kimi. Məsəl üçün, Kür çayının sahillərini kövrəlirdim olur. Olmur axı. Kür çayının sahillərini haranı, nə bilim, Qarayazı düzünü haranı. Tək başına sual verirsən, bəli. Amma olmur. Xəbərinə əlaqələnmir deyə yadına saldıqca feili bağlamanın asılı tərəfidir. Sildim. İsmaillərin girəcəyindəki alma bağlarını, şaftalı ağaclarını tez-tez suvarırdılar. Nəyi? Yoxsa haranı? Sual verməliyəm. Nəyi? Nəyə sualını versən tamamlıqdır? Haranı sualını versən də tamamlıqdır. Amma bilmək istəyirəm, siz hansı sual götürürsünüz düzgün? Haranı? Bəli, çünki obyektdə mən alma bağlada Burada ağaclar olduğuna amma görə. ağaclarına olmur axında. Şaftalı ağaclarının obyekt deyil. Nəyi, haranı suallarını xırdalasalar, obyekt isə haranı, məkan olaraq gedəndə haranı, obyekt isə nəyi sual olmalıdır. Elə də belə də tamamlıqdır. Aydındır uşaqlar, 1, 4, 6. 18. 18 məndə də var. 20. Uşaqlar, toplu sualıdır bu. Tək topluda danışdığımız suallardandır. Bax, bu Birinci gəlsənə və sənə. Birincisi, cümlənin inversiyası yoxdursa, sətrin başında gəlibsə, bu ədat olacaq. Nümunələrdə altına xaç çəkilmiş sözlərə əsasən səhv istəyirsən. Gəlsənə Təbrizə gedə. Bu bütünlüklə ədatdır. Bu feil ola bilməzdir. Çünki cümlənin xəbəri, feili var, budur. Bir Təbrizə gəlsənə, mən bu bütünlüklə ədat götürsəm, bir Təbrizə fikir natamamdır. Bir Təbrizə gəl. Əsas feil budur. Sana burada şəkilçi formasında olan ədatdır. İndi baxaq. Bir əsas bir köməkçinin hissəsindən ibarətdir. Biri birinciyə verib. Yox, bir bütünlüklə ədatdır. Bütünlüklə. Səhv istəyirsə, bunu götürürəm. Çünki bir buna aid idi. Əmr məzmunu ifadə edir. Əmr məzmunu ikisi ifadə edir. Çünki biri əmr ədatıdır. Biri də əmr şəklində olan feillə işlənən əmr şəklində olan şəkilçi ədatdır. Deməli, 2 harda olmalıdır? Əvvəlki ilin testlərində o ilə götürmürlər. Dursun onda, ola bilər ki, əmr məzmun deyirsə, əmr şəkli demir də, əmr məzmun anlayışı ədata aiddir. Dursun, qayıdacağım indi. Suala cavab vermir, 3 ortaya gəlib, bu ədata aiddir. Amma burada feil var deyə, bu feilin, əmr feili gəl, nəyi et, gəl, suala ola bilər. Onda bunu götürürəm səhv. Birinə aiddir, çünki birinə yox. Təsriflənən feildir. Bax, bu gəlmək təsriflənən feildir. Əmr şəklində olan feil olaraq düzgündür. Şəxs sonluğu işlənmişdir. Şəxs sonluğu bunun heç birində yoxdur. Sana burada deyil, şəkilçi formasında o ədatdır, səhvdir bu. Demək, cavabımız 1, 3, 5 dəqiqdir. Mən təzən 2-yə qayıdıram. Uşaqlar, məzmunu ifadə edir deyəndə
Əmr məzmunu ifadə edir. Və testdir. Testin gərək götürürük ki, bu sırf aiddir əmr şəklində olan ədatlara. Bu əmr şəklində olan məzmun deyil, birbaşa əmrin şəklində də olmalıdır. Məzmun anlayışı ədata aiddir. Feil isə birbaşa əmr şəklində olur. Bu əvvəlki indiki məsələsidir. Elə bu qayda olaraq belədir. Nəyə görə dururam? Birdən açıq sual formasında gələr. Məzmun anlayışı köməkçiyə aiddir. Feil. Düzdür, feili sifətdə zaman anlayışı olur, məzmun olaraq zaman anlayışı olur. Amma feilin, uşaqlar, bax burada şəkildir bu. Əmr şəkli, xəbər şəkli. Əmr məzmunu, əmr ədatına aiddir. Aydındır. 1-3-5 olur düzgün cavabımız. Sonra 19. 20. Düşməz də. nə? 19 kimi suallar yəqin düşməz. Yəni bu ardıcıllıqla, xronoloji. Niyə düşməz ki? Testdə düşməz, açıq sualda düşər hətta. Yəni proqramın daxilində bir mövzudur. Yazılı mərhələləri, yazının inkişaf tarixini nəzərə alaraq verilənləri müəyyən edin. Yazı mərhələlərindən birinci nədir? Əşyavi yazı, ikinci şəkli yazı, yəni piktoqrafik, üçüncü nədir uşaqlar? Kömək edirsiniz, elmi, sonra nədir? Sillabik, sonra da gəlir fonoqrafik. Yəni hərfi yazı deyək də. Daşdəmir nağlında açılan sirri ifadə edən parçalanmış nar əşyanın vasitəsilə bizə hansısa bir məntiqlə fikir çatdırılırsa, yəni əşya sayılır, onda bu bir ilə birincidir. Xırdavat mallar əşyavidir bu. Xırdavat mallar dükanının qarşısına asılmış latin qrafikalı əlifba əsasında yazılar. Yazı deyir də, yazı artıq yazı nə ola bilər ki? Hərfi. Hə, hərfi. Qaya üzərində əks etdirilən ov və rəqs səhnələri bu şəkli yazıdır. Baxanda ki, bilirsən ki, qədim dövrdə ovda, hə, ovçuluqla məşğul olurlar, rəqs deməli, rəqs ediblər. Fizikada qüvvəni ifadə edən ev şərti işarəsi. Bəli, bu da elmidir. Bu elmidir. Hə, burada yadıma düşdü. OTK-yə sizdən kimlər getmişdi uşaqlar? Bir dənə əhlimanı bildim. Başqa gedən var idi. Çünki o testi işlətmək istəyirəm imtahana qədər sizə. Baxmamısınızsa onu işləyək növbəti sınaqlardan. Mən getməmişdim. İşləyək müəllimət. Hə, orada belə buna bənzəyən bir dənə maraqlı test var idi. Yaxşı, onda açıqlama verməyim, onda işləyərik. Biraz ağlama edim. Hə, heç nə, düzək indi bunu. Birinci birlə başlamalıyam. Birlə başlayan da, böyle, bir də axırda da hərflə bitirməliyəm. Hərf də hardadır? 2-dədir. Birlə başlayıb 2 ilə bitirirəm, elə burada da eyni gedir. Yaxşı. Elmi hardadır? Bu olacaq cavab. 1, 3, 4, 2. Hərif, elm, şəkil. Əsas budur. Bunu bildinizsə, bunu düzürsünüz. Uyğunlaşdırıb düzürsünüz. 20-də 5-ə baxa bilərik. Hansı cümlələrdə feili bağlama tərkibi işlənmişdir? 5-dədir ki, hava qaralmamış aşırımdan keçməli. Qaranmadan nədən qoya bir hissə feili bağlama olur, yoxsa necə? Bəli. Mamır şəkilçili və burada qayda olaraq bunu belə qeyd edin. Mamır şəkilçisi feili sifət inkarda da ola bilər. Ma və muş birləşməsi. Mamır feili bağlama da ola bilər. Fərqləndirməyin yolu budur ki, muşu atırsan, daha doğrusu manı atırsan, muşla məzmuna baxırsan. Yazılmamış tez saxlama. Yazılmış tez saxlama. Hə. Olur. Deməli, burada muş inkardadır. Bir də deyirəm ki, məsələn, hava qaralmamış keçməli. Hava qaralmadan keçməli. Götürüb başqa bir feili bağlama şəkilçisini qoya bilirsənsə, əvəzləyə bilirsənsə, feili bağlamadır. Ona görə 5 hava qaralmamış feili bağlama tərkibi. Bəs 2 niyə olmur mənim? Məhkəmə bitəndən sonra qərar icra ediləcək. Bitəndən sonra nə zaman sualına cavab verməyi səni çaşdırmasın. Bitən feili sifətdir. Qoşmadır. Dan çıxışlı haldır. Çıxışlı haldan sonra da sonra qoşmasıdır. Yəni bu qoşmanın təsiri ilə nə zaman? Bəli. Düzü Sinan. Bu suala cavab verir. Feili bağlamadan sonra qoşma gələ bilməz.
Bəli, feili bağlamadan sonra qoşma gələ bilməz. Bax, yenə morfologiyanın, sintaksin qarışdırmaq deməkdir bu, Banu. Zamanın sualını verirsən. Elə həmən dəqiqə o zaman zərfliyi olmur. Əslində zaman zərfliyidir, amma nədən ifadə olunur? Feil sifət tərkibli qoşma ilə ifadə olunur. Başa Bəsdir. düşdüm. Necə Nigar? 4-cü fikir bəs. Həyat tərzi dəyişdikcə insanın dəqiq vaxt ölçülərinə tələbi artır. Dıqca feili bağlamadır da Nigar. Dıqca feili bağlamadır. İnsanın dəqiq vaxt ölçülərinin tələbatı nə zaman artır? Həyat tərzi dəyişdikcə. Dıqca feili bağlama, əvvəldəki sözlər də ondan asılı olduğu üçün feili bağlama tərkib yaradır deyirik. Gəlin bunu bitirim də. Göydə ulduz dönə-dönə, saydım onu dönə-dönə. Dönə-dönə dəfələrlə mənası bildirəndə zərfdir. Dönərək deyə bilirəmsə feili bağlamadır. Burada dəfən-dəfən mənası olduğu üçün bax bu zərfdir. Məhkəmə bitəndən sonra burada deyir ki, feili sifətdir. 1-2-nə çıxanda 3-4-5 qalır. İnsanda inam yaratdıqda feili bağlamadır. Həyat tərzi dəyişdikcə feili bağlamadır. Hava qaralmamış feili bağlama üçü də tərkib olur. Sonra uşaqlar. 23-də 3-ə baxa bilərik. 21. Əgər Ümumiyyətlə baxa bilərik yana 1 ilə 2-də məndə səhv. 23-ə bütöv, Bəli. 21 var mənim. 21-ə baxırıq əhliman. Xəbərlər biri-biri ilə sinonim frazeoloji birləşmə ilə ifadə olunan cümlələr. Tanrı verdi, qurbanı gözüm çıxdıya salmışdı. Uşaq onu aparsınlar da iki ayağını bir başmağa dirəmir. İki ayağı bir başmağa dirəmək, yəni tələsdirmək mənasında. Məsələnin həllinin ən qısa yolunu uşağa başa saldım, anlattım. İki ayağı başmağa dirədi. Sonra müdir nədənsə Həsəni yola vermir. Qoyunların apar işləndə tüstü təbəsindən çıxıb çox əsəbləşmək. Deməli, bu çox əsəbləşməkdir, əsəbləşmək. Yola vermir, incidir də. Bu 1 ilə 4-dür də əhliman. Biri var kimsə gözüm çıxdıya salıb da, yəni aman vermir. Bir də yola vermir. Eyni mənadadır. Ayağa bir başmağa dirəmək, tələsdirmək mənasındadır. Tələsdirmək. Başa salmaq da yəqin burada problem olmaz da anlatmaq, izah etmək mənasındadır. Yola vermək nə deməkdir mənim? Nə? Yola vermək nə deməkdir? Əhliman, indi durub il boyu fizika kimya oxumusan? Yox. Amma neçə aldın fizika kimyadan? 5. Uzaq ya da 4. Hə. Amma durub cavab versəz, burada hamınız yəqin ki, 3 bəlkə də ala bilmərsiniz. Düzdür, müəllimlər sizə yola verir də. Amma bəlkə də aranızda elə bir uşaq var ki, bütün qiymətləri 5-dir. Bir dənə fizika müəllimi çıxıb dedi ki, yox, o heç nə bilmir, mən 4 yazıram, gözüm aydın qırmızı attestat alır. Məsələn, o yola vermədi. İzah edə bildim nə demək istəyirəm? Yəni, ötürür də, ötürür. Görüb ötürə bilirsə, yola verməkdir. Hə, əhlimə, aydın oldu nə demək istəyirəm? Burada inkarda gedir, yola vermir, gözünü çıxdıya salmışdı. Frazeoloji sinonimdir. 1-2 yazmışdım mən orada. Yox, əhlimə, bu tələsməkdir. İki ayağını bir başmağa dirəmək, tələsməkdir, tələsdirməkdir. İki ayağı bir başmağa dirəmək bezdirici bir xüsusiyyət ola bilər. Gözünü çıxdıya salmaq, məsələn, gün verib işıq vermir də ola bilər. Keçək digər suala. 22-də səhvlik yoxdur. Yəni düz sualdır. Baxaq, məncə vergül qoymayıblar. Oxusan, məqsədinə çatarsın cümləsində altına xətt çəkilmiş sözlə bağlı düzgün fikirləri müəyyən edin. Bu məncə də altına xətt çəkilmiş söz ümumiyyətlə iki cür düşünə bilərəm də. Özündən sonra vergül olsa modal, vergül yoxdursa olacaq mən əvəzlik, məncə, yəni mənim qədərlə əvəzlədiyim kimi, bəli, burada əvəzliklə qoşmanın birləşməsidir. Özündən sonra vergül qoysa danışan ifadə etdikləri münasibət bildirər. Bəli. Nədir bu? Nəyin qaydasıdır? Modalın qaydasıdır. Vergül qoysa modal söz. Məncə, səncə, fikrimcə, zənnimcə. Modal. Bir, düzgündür. Bizə də düzlər lazımdır, götür.
Kök şəkilçidən ibarətdir. Hə, bu kök şəkilçi Güzel. məsələsi deyil axı bu. Şəkilçi formasında olan qoşmadır. Onu biz kök şəkilçi saymırıq. Bu səhvdir. Tərkib bir əsas bir köməkçi hissəsindən ibarətdir. Bəli, əvəzi qoşma. Cümlə üzvü kimi nə qədər sualına cavab verir. Məncə oxusan. Nə qədər oxusan? Deyirəm də, düzdür. C hissəsi ilə nəvəsi cümlənin mənası dəyişməz. Mən ilə oxusan. Yox, məqsədinə çatarsan. Mən ilə. Yəni, mənlə oxusan, mən qədər oxusan. Yox, mənlə oxumaq önəmli deyil. Mənim qədər oxumaq, mənim kimi oxumaq önəmlidir. Məsələ budur. Məzmun Yani dördü başa düşmədim. dəyişər. Nə? Dördü başa düşmədim. Yani məncə, Deyil. mənim qədər oxuyum. Vergül qoymayıb da, məncə oxusan, yəni mənim qədər çalışsan, məqsədinə çatarsan. Ha, indi başa düşdüm. Nə qədər? Mənim qədər. 23-ə baxaq uşaqlar. Təmiz mürəkkəb cümlə 23 demişdiniz. 23-də bir də 2-yə baxa bilərik. Məndə var mənim. Məndə var mənim. Tabiiz mürəkkəb cümlələr hansılardır? Tabiiz mürəkkəb cümlənin ki, qrammatik əsası olmalıdır və cümlə biri o birindən asılı olmamalıdır. Atam vaxtına gəlib çatdı, amma lazım olan şeyləri gətirmədi. Gəlib çatdı kim? Atam. Gətirmədi kim? Atam. Bu həmcins xəbərli sadə cümlədir. Çünki ortaq ata mübtədası var. Sən biri çıxmalısan. Sözləri unutmuşdum, heç cür yadıma düşmürdü. Unutmuşdum xəbər. Kim? Mən unutmuşdum. Yadıma düşmürdü xəbər. Nə yadıma düşmürdü? Məsəl üçün, o yadıma düşmürdü. Fikrən bərpa etdiyi mübtədə var, olar. Və tərəfə də intonasiya ilə bağlananda fikrən vəni artıra bilirsənsə, tabesiz mürəkkəbdir. Sanı, kini artıra bilirsənsə, tabelidir. Mən buna vəni artır. Değil. Sözlər yadıma düşmürdü, sözləri unutmuşdum. İsmail, sözlərdən söhbət gedir. Biz elə söhbət gedən məzmunla izah eləmirik axı biz bunu. Konkret olaraq xəbərə müvafiq sual verib nə cavab alırsan? Deyirsəni, mənim tənbəllərdən xoşum gəlmir cümləsində. Mənim xoşum gəlmir. Cümlədə subyekt mənəm də, amma mübtədası yoxdur. Bəli, başa düşdüm. İkini götürdüm. Ya bu əzablara dözməli idi, ya da bir dəfəlik buraları tərk etməli. Dözməli idi kim? O. Tərk etməli idi kim? Yenə də o. Nə olur burada? Həmcins xəbərli, Müəyyən cümlə. həmcins xəbərli sadə cümlə. Sadə. Çünki ortaq bir dənə mübtəda var. Feyzi müəllimin tapdığı otaq xoşuma gəldi. Xoşuma gəldi xəbər. Nə xoşuma gəldi? Müəllimin otaq xoşuma gəldi. Otaq mübtədası var. Bu tərəf müəyyən. Həmin gün çamadanımı götürüb ora köçdüm. Köçdüm kim? Mən. Aha. Bura məni əlavə edirəm fikrən. Bu bir qrammatik əsas. Otaq xoşuma gəlib. Bu iki qrammatik əsas. Götürdüm bunu. 5-i heç oxumuram. Çünki burada sanı gördüm. Fatimə, sanı gördüksə nə olur? Bu mənimlə budaq vaxtı olur, tabeli. Tabeli. Yəni cümləni oxumur. Getdi bu. Məktəb həyatı üçün hazırlıq. Məktəb həyat üçün hazırlıq deyil. Hazırlıq deyil nə? Məktəb. Həyatın özüdür xəbər. Nə? Oba bu mübtəda var. Bu mübtəda olmasaydı sadə olardı. Bu mübtəda olduğu üçün bu xəbərin mübtədası budur. Bu xəbərin mübtədası da budur. Bunu da götürək uşaqlar. Ona görə cavabımız 2, 4, 6. Aydın hamıya. Bəli. Məndən bu fikrən çünki bağlantısını artırmışdım, ona görə götürməmişdim. Hara artırmışdın Nigar? 6-da. Nə tər artırmışdın? Çünki Yox, məktəb həyat üçün hazırlıq deyil və o həyatın özüdür. Belə də deyə bilərik. Yoxla Nigar, elə ikilidə qalanda ikisini də yoxla. Mən çünki sizə artırın deməmişəm. Mən sizə demişəm ya sanı artırın, ya da kini artırın. Tabelini müəyyən edəndə. Tabelisi müəyyən edəndə ya vəni artır, ya da ammanı artır. Bu ikisindən birində daha rahat sizə müəyyən ediləcək. 25% mən. Bir dəqiqə gözünü uşaq.
Davam edirik uşaqlar. Sonra 25 var. 25-də 6-ya baxa bilərik. 25-ə bütöv baxaq da. Bilgeys xanımın özündən kiçik bacısı İstanbulda oxumaq istəyini özündən kiçik bacısı İstanbulda oxumaq istəyini əmisi oğluna yazdığı məktubunda bildirdi cümləsində mənsubiyə şəkilçili isimləri müəyyən edin. İsim deyir, isim. Xanımın bu yəlik haldır. Bu yəliyin mənsubiyyəti var burada özü. Özündən kiçik bacısı. Onun Özündən bacısı isim deyil. Onun öz istəyi. əvəzlikdir. Onu götürmürük. Bizə deyir ki, mənsubiyyətdə ismi seç. İstanbulda oxumaq istək. Özünün istəyi. Bu i nöqtə qoyuram. Mənsubiyyət də sonraki i təsirlikdir. Əmisi, onun əmisi oğluna. Gəldik burada qaydanın tətbiqinə. Əmisi oğluna. Əgər Bitki yazılsaydı bir demək ki, dənə. oğul kökdə mənsubiyyəti qəbulunda sakin itirən sözlərdir. Bax, görürsünüz, oğlu, onun oğlu. Bu mənsubiyyətdir. Bunu da götürürəm. Üstəgəl mənsubiyyət yazdığı sözündə var, amma bu fe'li sifətdir, bizə lazım deyil. Nəticədə nə oldu? 3, 4, 5, 6. Mən biri də götürmüşdüm. Onun, sənin xanımın kimi götürmüşdüm. Yəni cümlədən Belə çıxartmışdım. tək başına Kənarda. desək sənin xanımın olur. Yəlik mənsubiyyəti tapanda tək başına getmirəm. İsim axtaranda tək başına baxıram ki, xanım isimdir. Amma mən bu şəkil üçün müəyyən edirəmsə, mütləq mənsubiyyət axtaranda yəlik olmalıdır. Ona görə əvvələ baxmaq lazımdır. Müəllimə 26-da 2 nədir? Səhv ola bilər ki. O budaq cümlə baş cümlədən əvvəl gəlmişdi da. Ümumiyyətlə baxaq. Özünə gəlmişdi ki, həyətdəkilərin hamısının başının üstünə yığıldığını gördü. Həyətdəkilərin hamısının başının üstünə yığıldığını nə zaman gördü? Mən bu iki səhvə sual verdim. 2-dir Bax. və mənim səhv istəyirlər. Gələndə. 2 götürmürük, səhvlər istəyir. Səhv istəyir, hə? Səhv istəyirsə, budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır, səhvdir. Budaq əvvəl gəlib, Nuray. Budaq başdan əvvəl gəlib. Bu düzdür. Düzdür, yenidə gəlmişdik. Hə. Səhvlərdə 2 də çıxıb, deyəsən ona görə. 1, 2 3, 4. çıxıbsa səhv çıxıb, Hə, yox. hə, Yox, 1, 3, 4. mən səhv görmüşəm yəqin. Var başqa problemimiz? baxa bilərik Səhvim yoxdur. Bunun üçü, uşaqlar, bu müxtəsər və geniş anlayışı hazırda bizə aid deyil. Müxtəsər odur ki, cümlə ancaq mübtəda xəbərdən ibarət olsun. Yəni, baş üzvlərdən. Tutalım ki, mübtəda yoxdur, ancaq xəbərdən ibarət ola bilər. Müxtəsər ancaq baş üzvlərdən ibarət olan cümlədir. Geniş isə ikinci dərəcəlilərdən hər hansı biri və yaxud hamısı olanda olur geniş cümlə. İndi sizdən müxtəsər genişi soruşmur. Məsələn, bu da çıxarılır. Amma deyə bilər ki, sadəcə baş üzvlərdən ibarət cümləni seç. İkinci dərəcələrdən ibarət olan cümləni seç. Terminləri azaldıblar, amma mahiyyət yerində. Bunlar aydındır? Mən də səhv yox, çıxa bilərəm. Bəli, Sağ olun, müəllim. sağ ol. Məndə yoxdur, sağ ol. Sağ ol. Sonra uşaqlar, keçək ədəbiyyat. Ədəbiyyata keçirik. Hə, situasiyanı Əhliman sən yazmısan, amma cavab yox idi. Deyəm. Nöqtənin yerinə uyğun gələn elə cümlə yaz ki, adada yaradığı təəssüratı ifadə etsin. Deməli, necə ola bilər burada deyir. Uçuş elmi adlı kitabını yazıb, bir gün İngilis alimi və ixtiraçısı Charles Babbage-lə deyir, tanış olan Ada onun laboratoriyasına gedir və hesablama maşınları üzərindəki işlərlə tanış olur. Bu maşın rəqəmləri avtomatik toplayıb çıxa bilirdi. Ada Lovelace'in qeydlərinin nəticəsi nə ola bilərdi? Mən yazmışdım ki, Müasir kompüter yazmışam. Yazıb da burada müasir proqramlaşdırmanın əsasını qoydu. Elə ona uyğun da yaza bilərdi uşaqlar. belə yazmaq olardı. Adanın buradakı işləri Charles təcrübə salır. Olar, ancaq daha yekun bir nəticə yazmaq lazımdır da. Lewis-in qeydlərinin nəticəsi ola bilərdi deyir. Ola demir. O nə ola bilərdi?
Hə, mən 29 oxudum, üzrsən. Yeni kompüter ixtira Mən eləmişəm. 28-ə baxıram. Nöqtənin yerinə uyğun gələn elə cümlə yaz ki, adada yaratdığı təəssüratı ifadə etsin. Hə, indi de görüm nə yazdın? Mən yazmışdım ki, adanın buradakı işləri Charles'ı təəccübə salır. Əhliman, nə yazmısan? Mən də ada bunları görəndə çox təəccübləndim yazdım. Təəccüb, heyrət olar o yöndə yaza bilərsə. Mətndə istənilən bir nəzm nümunəsinin sübut xüsusiyyətlərini diaqramdan yazın. Hə, bu mətn hansı üslubdadır? Hansı üslub? Publisistikdir, məlumat verir. Hər hansı bir nəzm parçasıdır, uşaqlar şeirdir də. Şeir də olur, bədii. Ona müvafiq üslubları nə yazırıq? Publisistikdə yazırıq aydın, anlaşıqlı. Sonra bədidə yazırıq çox mənalı, tutalım ki, məcazi nümunələr. Ortaq cəhətdə ədəbi nümunəsidir, funksional üslublara aiddir, belə. Keçək ədəbiyyata. Hə. Buyurun uşaqlar, deyin gəlsin. 3 var məndə. İkinciyə baxaq da. Pəri. Vaqifin Pəri qoşması ilə bağlı doğru fikri müəyyən edin, deyir. Mehriban, lirik qəhrəman sevdiyi gözəlin bəzəm üçün onun qarşısına çıxmasını arzuluyur. Ekran Aman göz- dilim. Məndə də görüm. Bir dəqiqə. Bir dəqiqə. Aslında paylaşmışam. Gördünüz? Bəli. Açıldı. Hə. 2-də deyir ki, doğrunu istəyir Mehriban. Onun qarşısına çıxmasını arzuluyor, elə bir şey yoxdur. Lirik qəhrəman öz əhval-ruhiyyəsini şeirdə bədii təzadlar vasitəsilə bildirir. Təzad var şeirdə. Təzad Zakirin badi səbasındadır. Halımın necəliyin dedin, o nə dedi? Rəngindən solduğun necə dedi? Ən çox təzad hayf ki, yoxdur dadır. Getdi. Gözəl lirik qəhrəmanın qarşısına çıxanda günəş kimi onu yandırıb yaxır, ah naləsi göylərə qalxır. Axı, ah nalə yoxdur bu şeirdə. Ah naləm asimanə yetdiyin, o bu tizibaya dedin nə dedi? Zakir deyir. Məni candan usandır deyə də demək olar da, hə? Olar, bəli. Tamamən bu formada olmasa olar. Şair təbii gözəlliyə çox önəm verir. Ola bilər, bəli. Burada aiddir, bütün yaradıcılığına da aiddir. Səhər yeli burada deyir. Səhər yeli badi səbada, Badi badi səbada. səbada Zakirdədir. Mehriban, aydındır. Bəli. 3-ü kim demişdi? Mən demişdim. Suallara diqqət edirsinizsə, qəbullar və modellərdə eyni mövzular təkrarlanır. Yenə neylərdir? Yenə Sabir. Neylərin ilahi ilə bağlı doğruları istəyir bizdən. Şairin satirik yaradıcılığına aiddir. Bəli, satirik əsərdir uşaqlar. Qəzəl janrında satirik şeir üslubundan yazılmış nümunədir. Əruzda özdə. Gənc nəslin elmdən, təhsildən uzaq düşdüyü təəssüflə qələmə alınmışdır. Elə bir şey yoxdur burada. Təhsildən uzaq düşdüyü, yox. Hətta orada döşlüklü müsəlmanlar, surtuqlu müsəlmanlar deyil, o təhsillilər də vurğulayır, amma uzaq düşmə məsələsi yoxdur. İnsanlığın taleyindən narahatlıq hissi. Bu birbaşa təhlildə verilən cümlələrin əsasında tərtib olunmuş testdir. Şair məzlumun, zalimin zülmünə dözməsi ilə barışa bilmir. Bəli, ona görə də budur. Və insanlığın taleyindən narahatdır, ona görə belə bir şeir yazır. Diyaloqun ən mükəmməl nümunəsi yox. Sabirdə diyaloq əhval-pürsanlıq şeiridir. Əhval-pürsanlıq heç onu da biz çox tədris etmirik də durmuq üstündə. Cavab 1-3-4-dür. 7-yə baxaq da mənim. Qılman İlkinin İntiqam əsərində Xəzangül, yadınızdadır hansı əsərdir? Levon, Sarkis, erməni obrazları gəlir. Xəzangül öldürür, sonra onu və uşağını öldürürlər. Hekayə deyirəm, yanınıza düşdü. Milli mənəvi dəyərləri sədaqəti ilə yadda qalan obrazdır. Bəli, uşaqlar, milli mənəvi dəyərlərə olar. Öz həyatı bahasına körpəsini ermənilərdən xilas etməyə nail olur. Düzdür, həyatı bahasına nəsə edir, amma xilas etmir axı. Çünki özü də
körpəsi də öldürülür. Bu səhvdir ki, çıxmaqla ikisi də öldürülür. Sadəcə Xəzəngüldən sonra övladı öldürülür, o övladının ölümünü görmür. Sağ qalmaq üçün dəhşətli seçim arasında qalanda bir an belə tərəddüd etmir. Yəni Orada öldürülür. Levonu öldürür. Bu düzdür. Nənəsindən qalan xəncərlə Levonu qətlə yetirir. Levon Burada öz xəncərin xəncəri. qaldı. Deyilmirdi ki. Ən qəddar düşmənin belə vəhşilik törətməyə qadir olduğuna inana bilmir. Doğrudur. Çünki Levon onun uşağını Bəli, öldürür. ümumiyyətlə, o doğrudur. Tamamilə doğrudur. Bu xəncərlə Levonu qətlə yetirir. Levon mənim öz xəncəri ilə öldürüyor onu. Yorğanın üstünə tullayanda götürür. 1-3-5-dir cavab. Y variantı. 8 var. 8 var. Deməli, Haqverdiyevin Bomba hekayəsinin sujet mərhələlərinə əsasən uyğunluğu müəyyən edin. Sujet necə gedir burada? Ekspozisiya. Bu hekayəni biz danışanda vurğuluyurduq. Kim düzəldər bunun? Birinci giriş uşaqlar, bədii müqəddimə, giriş. Ümumiyyətlə, sujetli əsərləri sujetə müvafiq təhlilini gedəndə necə sual gəlsə də ötəsindən gəlmək olur. Görək nə verib burada. Kərbəlayi Zalın qulluqdan xaric edilməsi. Finaldır. Finaldır, bəli. Burada və final qeyd olunmayıb. Ona görə biz A olan variantı silməliyik. Silirik. Bax, silirik. Pristavın Kərbəlayi Zaldan narazı olduğunu bildirməsi. Bu girişdir. Girişdən sonra gəlir. Artıq o narazılığını bildirəndə hadisələr qarışır. Düyün başlayır. Bəli. Çünki birinci girişdə, lap girişdə biraz sonra artıq, çünki bu sözdən sonra artıq Kərbəlayi Zal başlayır bir tədbir görməyə, nəsə bir problem axtarmağa. Yaxşı, bunu yazdıq. Dedi ki, B-ni yazdıq da, bunu çıxdıq. B-ni yazdıq, hara yazdıq, bura yazdıq. Sonra arvadının Kərbəlayi Zala qaravdoğuyluqdan əl çəkmək barədə nəsiyyəti. Bu ekspozisiyada deyildi girişdə. Yəni, ekspozisiyadadır. O da deyir, bilmirsən sən bunun vəzifənin ləzzətini, ona görə burada çıxdıq. Biz A-nı və C-ni çıxanda cavabımız hazırdır. Budur cavab. İndi D-yə bax, Kərbəlayi Zalanın bomba tapması barədə qardalıya məlumat verməsi. Kulminasiya uşaqlar. O məlumat verir ki, gəlirlər qapıya artıq tökülüşürlər. Bax, orada kulminasiya. Feyzullahın çuvalının altını açıb içindən qarpızın çıxması isə artıq problem ondan sonra çözülməyə başlayır ki, bu qarpız bomba deyilmiş ki, qarpız imiş. Onda düyünün çözülməsi razviyazka mərhələsidir. Necə yadda saxlayırdıq? S-qırıq, ekspasiya, zaviyazka, kulminasiya, razviyazka, final. S-qırıq. Başlayır, düyün problem qarışır, çıxır pik həddə, sonra başlayır problem həll olmağa. Burada da son. Sonra 16-da 16 16 10 neçə? 13. 13. İsmail Şıxlının Namərd Gülləsi əsərinə əsasən yanlış fikirləri müəyyən edin. Burada çaşmamaq üçün gəlin düzey uşaqlar. Tənqid edilir. Namərdlik tənqid edilir. Namərdlik pis xüsusiyyətdir. Bəli, tənqid edilir. Xəsisliklə bağlı heç nə yoxdur. Səhv edin. Satqınlıq. Tənqid edilir. Namərdlik. Xəsislik orada yoxdur. Nə xəsislik var? Heç nə. Xəsislik yoxdur. Səhvdir. Təbliğ edilir. Təbliğ edilir. Onlar xeyirxahlıq təbliğ edilir. Ona görə ki, heç kəsi olmayan bir şəxsə əl tuturlar, kömək edirlər, deyə bilərik. Mədəniyyət. Necə bir mədəniyyət? Yardımsevərlik də olar. Səhvdir bu. Yanlışı istəyirsə 2, 3, 5. Cavab C. Yəni, xeyirxah və yardımsevərliyi Koxanın və atasının simasında görə bilərik ki, mürşidi ev eşik etmişdilər.
süfrələrinə yemək vermişdilər. Mürşidin davranışına görə də namərdlik tənqid olunur. Qurtardıqdan qalanlar uğursuz. Aydındır, 2-3-5. Sonra uşaqlar. 15. Təmsil və hekayə janrları üçün ortaq cəhətləri müəyyən edin. Təmsil və hekayə hər ikisi epik növün janrıdır. Ona görə hər ikisi həm nəzm, həm nəsrlə yazıla bilər. Lirik epik nəyə aiddir? Lirik epik bir dastana demişik, bir də poemaya aid demişik. Bunu çıxırıq. Əsasında tənqid, satira və əxlaqi bir nəticə təmsilə aiddir. Satira hekayədə olmadığı üçün bu ortaq sayılmır. Həcm etibarilə bəli kiçik janrlardır. Lap kiçiyi budur, bir hadisədən danışanda budur. Təhki epik növə aid olduğu üçün ikisinə də aiddir. 1, 4, 5 cavabı da B variantı. Mən 4-də biraz karıxdım, çünki təmsil daha kiçikdir də hekayədən. Yəni Ola ikisinin bilər, ortaq cəhəti. ümumiyyətlə. Ola bilər. İkisi də kiçikdir. Hə, ən kiçik desəydi yox, amma kiçikdir. Sonra? Mən 16. deyirəm, məmləkətdə mənəvi dəyərlərin yüksək səviyyədə olmasını arzuluyur. Bu kimə aid idi ki? Məmləkətdə mənəvi dəyər təbii ki, Oqtaya aiddir. Oqtay seçir ki, məmləkət adı. Bəs demir ki, mən deyir bir qadının və bir qızın rahatçılığı, xoşbəxtliyi üçün milləti deyir keçə bilmərəm. Bəs millət üçün, məmləkət millət üçün çalışır. Məmləkət nədir? Millətidir də onun. O da milləti üçün, teatrın inkişafı üçün çalışırdı. 21. Məndə Mən də 21. Elsəvər nə dedin? 21. Ora qədər nəsə var idi başqa? 18. 18. Aşıq Ələsgərin dağlar rədifli qoşmaları üçün ortaq cəhəti müəyyən edin. Dağların müxtəlif fəsillərdəki görkəm, tərənnüm birinci dağlara aiddir. Düzdür uşaqlar? Hansı idi tərənnüm? Necə başlayırdı? Yaz ayları Bahar gələndə. fəsli, yaz Bahar ayları fəsli, yaz ayları gələndə Şənli, Sümbülü, Lalalı dağlar. Bu birinə aiddir, birinə yox. Çünki tərənnüm ictimaidə yoxdur. Bunu sildim. Təbiətin gözəlliyi fonunda vətyanın idealı əsas yer tutur. Bu da birinci. Yox, ümumiyyətlə. Gözəlliyi fonunda vətənin idealı yer tutur. Dağlar vətən torpağının bir parçası kimidir. Burada vətənin gözəlliyi fonunda vətənin idealı yer tutur. Birində tamamilə müsbət mənada, birində ictimai mənada, yəni dağların məlul bir görkəm alması şəklində. Məsələn, Niskil, Kədər, Qubar əhvalı ikinciyə aiddir. Bir ay yarım Növbəhardan keçəndə. Hər ikisinin şeir vahidi müxtəlifdir. İkisi də qoşmadır, ikisinin şeir vahidi bərddir. Səhvdir bu, ortaq olmalıydı. 20-ci əsrin əvvəllərində görkəm alan ağır vəziyyət ikincidədir. Birincidə hələ ağırlıq yox idi. Ona görə də cavab B-dir. Vətən idealı əsas yer tutur odur ki, yəni hər ikisində təbiətin gözəlliyi dağlar və vətən məsələsidir. Birində vətən çox gözəldir, çünki dağlar tərənnümündə verilir. İkincisi vətən məluldur. Bu təbiətinlə təzadlı bir vəziyyət təşkil edir onun görkəmi. 21. 21. Bəli. Düzgün fikirləri müəyyən edin. Şeir veribsə, mənim işim birinci şeirin misra ölçü olaraq baxıram ki, birbirine uyğundur. Ona görə saymaq lazımdır uşaqlar. Sayırıq. Bir mənsə varsa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Aha, 11 desə deməli qoşmadır. Qoşmadsa baxmalıyam qoşmanın hansı bəndidir? Öymə, söymə, döymə yaxşıdır. Müəllifin adı yoxdur. Buna nə deyirlər? Orta bənd. Müəllifin adı olsa nə olacaqdı? Son bənd. ABCB olsaydı birinci bənd. Bu dünyanı mən təcrübə eylədim, olmaz, şirini olmaz. Bax, A, B, A, B. Müəllifin də adı olmaz, çünki bu birinci bənddir. Ortaq cəhət ikisinin 11 hecə olub qoşma olmasıdır. İndi baxaq. Qoşmanın orta bəndidir, biri gətirib birinciyə verib. Deməli, bu düzgün fikirdir. Nəsiyyətamiz məzmun daşıyır. Hər ikisi. Nə deməkdir ki, nəsihətamiz məzmun? İkisi ustad Nəsiyyətamiz Muhammədi də. məzmun. Yəni nəsihət.
Ustadnamələrdə nəsihətamiz məzmun olur. Yo, ikisi də niyə götürürsən ki, Elsəvər, bu dünyanı mən təcrübə, ikisi də ustadnamə, amma bir ictimai motivlidir. Bu dünyanı mən təcrübə elədim deyir. Namərd körpü salsa ondan ad olmaz. Ola bilsin ki, siz burada ustadnamənin baxımından getmişsiniz. İkisi də ustadnamədir, bəli. Amma birində tərənnüm var, belə deyək də. Tərənnüm, nəyin tərənnümüdür? Yox. Yox. Yox, nəsihətamiz məzmun. Nəsihətamiz birincdədir. Ona görə ki, deyir ki, bir yerə getsən özünü övmə, yoxsul deyir döymə, yəni lovğalanma mənasıdır. İkincisi də öz təcrübələrindən deyir ki, mən təcrübə eləmişəm deyir. Namərd körpü salsa ondan ad olmaz. Amma bir mərdlə ağı yesən, 100 namərdin şəkərinə, şirininə bərabər olar deyir. Namərdlə yesən yenə də dadı olmaz. Nəsihət birincidədir. Yəni nəsihət nədir? Başqasına məsləhət vermək baxımından. İkinci nəsihət İkincidə də olmaz. yoxdur yenə. Hə? İkincidə də yoxdur nəsihətamiz. Yox. Nəsihət eləmir. Nəsihət odur ki, deyirsən ki, abala, düz get, eşimlə işin olmasın. Məsələn, bu nəsihət xarakterlidir. Burada isə təcrübələrini bölüşür, fikirlərini bölüşür. Yox, ikisini ustadnamə götürürük, amma ikisini də nəsihət götürmürük. Nəsihət birincdədir. Ola bilsin, ustadnamə nöqteyindən, çünki birinci mən də elə düşündüm, amma diqqətlə baxanda görürəm ki, birinci də bizə nəsihət verir. Belə ol, elə olma. Nəsihət buradadır, ikincidə deyil. Gənclərində o da əxlaqi tərbiyə mövzudadır. Bəli. Bizdən düzləri istəyirsə, onu da kim bura verirsə götürək. Şüa Xalq Ədəbiyyat nümunəsidir, müəllifi var bunun, Aşıq Ələsgər. Aşıq Ələsgər, bu da özünü övmə, söymə, döymə yaxşıdır. Kimin idi bu? Deyəsən, Tufarqanlı idi. Yadımdan çıxdı dəqiq. Xəstə qasım idi, o birisi Aşraf Tufarqanlı. Ay, sağ ol. O zaman müəllifi var da, bu da getdi, səhvdir bu. 2 çıx, çıx, 1-2 varsa C variantı, 4-6. Heca vəznində ortaqdır, bəli, ikisi də çünki qoşmadır. Tərənnüm əsasında yazılıb, tərənnüm əsasında yazılıb. İctimai dediksə tərənnüm əsası olmur da, metafor işlədilmişdir. Metafor. Namərd körpü salsa, onda ad olmaz. Bir mərdlə ağı yesən şirin deyil, 100 namərdlə şəkər yesən, dad olmaz. Namərd körpü salsa. Ceyni çıxmısınız? Ceyni çıxmamışam, cavab deyə götürmüşəm Ceyni. Bu qalır deyə götürmüşəm. Çünki popülər çıxanda C qalır. Tərənnüm əsasında yazılıb, uşaqlar. Tərənnüm deyil də. Görürüz, ictimai məzmun. Orada mən metafor hansı götürdüm? Buna baxıram. İkincidə, bu dünyanı mən təcrübə elədim. Dünyanı mən təcrübə elədim. Namərd körpü salsa, onda ad olmaz. Namərd körpü salsa. Namərd yenə insana ad edilir də. Namərd körpü salsa, 100 namərdlə şəkər yesən, dad olmaz. Dünyanın namərd körpü salsa, insan əməyidir, körpü sala bilər. O formada gedir. O cür düşünürük. Mən metonimiya düşünmüşdüm, dünyanı təcrübə elədim, yəni dünyanın insanlarına. Yoxdur, yox. Bu dünyanı mən təcrübə elədim. Dünyanı təcrübə elədim. Bu dünyanı təcrübə elədim. Dünyanı necə təcrübə eləyirik? Namərd körpü salsa, onda adı olmaz. Köçürmə, namərd körpü salsa, onda adı olmaz. Mərd lavayısı şirindir. Əslində metonimiyada da, metaforda da müəyyən bir köçürmə var. İkisi də köçürmə üzərində. Sadəcə metonimiyada arxadakı bir adı çəkilməyən qüvvə işi icra edir. Metaforda isə nəyin üzərinə köçürərək icra edir. Dünyanı təcrübə elədim.
Dünyanı təcrübə elədim, yox. Nə isə təcrübə edə bilərik. Başqa da uyğun gəlmir. 1, 2, 4, 6 qalır ancaq. Biraz bu metafor hissəsi yaxşı deyil. Orada bəhs edirik bir mərdlə ağı yesən. Ağı yəni zəhər mənasına gedir də. Bir mərdlə ağı yesən şirindir, 100 namərdlə şəkər yesən dad olmaz. Çox rahat şəkildə metafor budur demək olmur. Ya da mən indi görmürəm onu. Dünyanı təcrübə elədim. Dünyanın təcrübə olunmağı, dünyanı deyirik də. Dünyada konkret nə isə təcrübə edirsən, yoxlayırsan mənasında. Təcrübə köçürülür dünya üzərinə. Namərd deyəndə yenə insan nəzərdə tutur. Mərdlə ağı yesən şirindir. Ağı yesən, zəhər yesən. Elə də düşünə bilərik. Ağı yesən, bilirsiniz nədir uşaqlar? O ağlar var, heç vaxt xalq ədəbiyyatında mərdlə ağı yesən. Yəni, bir dənə mərdlə oturub dərdləşsəndə, dərd dinləsəndə yenə şirindir. O mənada da düşünsək, yeni metafor deyə bilərik. Yəni, dərdi səri köçürüb ağının üzərinə. O daha məntiqli olar, metafor kimi. Şifahi xalq ədəbiyyatında ağlar var. Yas nəğmələri deyək də. Yəni, dərdi səri köçürüb ağının üzərinə deyirsə, elə metafor deyə bilərik. Testdən cavab boş çıxır, amma konkret hansı məqamda da ona yükləmək üçün elə belə deyə bilərik. Başqa var, uşaqlar? Bir üçdə, yəni üçə baxaq da. Bir dənə üçə baxırıq. Müəllif Qurbanəli bəy obrazını yaradarkən satira və yumordan məharətlə istifadə etmişdir. Satira və yumordan yox, elə satiradan istifadə edib. Yumor demişik ki, biz yumor ədəbiyyatımızda Axundovun Monsieur Jordandakı qadın obrazlarına aiddir. Qutardı. O birilər satirik tənqid edə bilərdi. Bir də ki, müəllim, ikidə deyirik geniş məlumat verir. Orada geniş məlumat vermir deyin səhv götürürük də biz onu. Hə. Axı hekayədə heç vaxt geniş məlumat olmur. Hekayə bir hadisə ilə bağlı olduğu üçün məzmunu qısa olur. Hekayədə niyəsə geniş məlumat qeyd olunmağı səhvdir. Hekayənin qaydası budur. Həcmi qısa, hadisələrin gedişatı kiçik olmalıdır. 26-ya baxa bilərik. 26-nın 4-ü. Təbrizim şeiri ilə bağlı səhvi müəyyən elə deyib. Təbrizim nədir? Baxan kimi bu müəyyənləşir ki, Təbrizimdir. Biri düzdür, bizə səhvlər lazımdır. Təbrizim sözü həm təkrir, həm metafor kimi işlənmişdir. Yox, metafor deyil, metonimiya. Çünki Təbrizin insanlar nəzərdə tutulur. Deməli, iki səhvdir. Şair məcazlar vasitəsilə vətəniliyi ilə bağlı düşüncələrin daha təsirli ifadəsinə nail olmuşdur. Hə. Məcazlar, yəni təsvir vasitələri ilə bağlı, ikiyə bölünməz ürəklə, dərdiyin günləşəklə. Yox, başından duman Təbrizim. Onlar bunu düz hesab edə bilərik. Cənubi Azərbaycanın taleyi ilə bağlı siyasi mətləbləri yuxarı olar. Siyasi mətləblər nə qədər ola bilər? İkiyə bölünmüş deyirsə, hə, olar. İkiyə bölünmüş bir saf ürək. Niyə ikiyə bölünüb? Olar. Şəhriyara məktub kimi qələm almışdı? Yox, elə bir şey yoxdur. Elə bir şey yoxdur. 2 və 5. 2 və 5. Siyasi məsələ bu ikiyə bölünmədir. Məcaz təsviri vasitələrin olmasıdır. 4-cü təhlildə var axı, kitabda. Səhv istəyir də, Nigar. Biz də deyirik ki, səhvi götürürük. 2, 5, 4 düzdür də deyirəm. İşarəsini də bura qoyurum ki, ikiyə bölünməz saf bir ürəklə. Yəni bizi bölüblər, amma bizim ürəyimiz ikiyə bölünmür. Aydındır? Yox olsun başından duman da ona aiddir, yoxsa o başqa şey. Bəli, bəli, o da ona aid. Yox olsun başından duman Təbrizim, bəli.
Başqa uşaqlar. 27-də A variantı. Baxaq da. Kəvakibdə ardıcılığı müəyyən etdi. Rəhliman Fərraşbaşı Əsəd bəyin bir sıra saray əyanlarını zindana salması. Saray əyanlarını Fərraşbaşı, o Şah Abbas ki gəlir, əsərin ikinci hissəsindəki soruşur, sonraya aiddir. Şah Abbasın hakimiyyətdən əl çəkməsi, Yusuf Şahın ailə üzvlərinə hədiyyələr göndərməsi, birinci əyanları göndərir. Sonra mı ailəsinə hədiyyə göndərir? Cavabda verməmişdi, amma mən də belə Burada götürmüşdüm. biri adi olmalı değildi. Ancaq deyini veriblər. Bəli. Əyanlar həbs etdirir, sonra sarayla tanış edirlər, sonra xəzinədən hədiyyələr göndərir. O baxımdan elədir. Bir sıra saray əyanlarını. Yusuf, bəlkə də test bu belə gedir də. Bax, məsəl üçün, bu hadisədən əvvələ aiddir. Əvvəldə nəticədə budur da. Hə də, düzdür də, elə olacaq. Bura vermək lazımdır. Yəni, bu birinci hissədən, bu ikinci hissədən də. Amma yenə bundan əvvəlki hadisəsə, bəli. Yazmışdın Əhliman. Bəli, yazmışdım. Olar uşaqlar, olar. Düzdür. Olur, razıyam. Situasiyasını yazdın Əhliman. Müəllimə, onun Y-sinə də bir dənə baxa bilərik. Mən əsərə birdə baxdım. Orada yazılmışdı ki, üsyançılar Yusif Şahı axtarıb tapa bilmədi. Sonra sabahsı gün, axşam oldu, hamı evinə çəkildi. Sabahsı gün ərkə getdilər. O Y ola bilər də yenə 2-yə də. Üsyançıların Yusuf Şahı axtarıb tapa bilməməsi, səhər tezdən Əş qalasına getməsi. Deməli. Deyir ki, burada belə deyir. Qiyamət bərpa olundu, Yusuf Şahın tərəfdarları məğlub olub, canını Mən burada qurtardı. üsyankarlar yox, fitnəkarlar verib. Nə? Deyir, Yusuf Şahı axtarıb tapa bilmədilər. Kitabda verir ki, fitnəkar hücum edib şahsarın qapısını sındırdılar, içəri daxil olub, Yusuf Şahı axtardılar, tapmadılar. Hə, sən məzmununa baxmısan, fitnəkar. Mən də şübhə elədim ki, mən nəyə diqqət eləməmişəm, sağ ol. Üsyançıların Yusuf Şahı axtarıb tapa bilməməsi, üsyançıların, yox, fitnəkarların hücum edib Şah sarayının qapılarını sındırdılar, daxil oldular, Yusuf Şahı axtardılar, tapmadılar, itkin oldu. Ondan sonra da deyir, Yenə də onlar mahiyyət üsyançı idi, da üsyan eləmişdilər. hər kəs öz evinə və mənzilinə qayıtdı. Sabahsı gün üsyan başçıları tezdən ərkə getdilər. Üsyan başçısı varsa üsyan da var da. Üsyan başçıları ərkə getdilər. Fitnəkarlar hücum edib Şah sarayının qapılarını sındırdılar, içəri daxil oldular. Sabahsı gün üsyan başçıları tezdən ərkə getdilər. Sərdar Zaman, Vəzir Möhsün, müəzzin başı həbsdən çıxardılar. Müəzzin başını həbsdən çıxardılar. Fitnəkarlar, üsyançılar. Bu üsyana qalxan kim idi? Hər kəs evinə mənzilinə qayıtdı, üsyan qovğa sakit oldu, üsyan başçıları tezdən ərkə getdilər. Fitnəkarlar hücum edib Şah sarayının qapılarını sındırdılar, içəri daxil olub Yusuf Şahı axtardılar, tapmadılar. Bu testdə var biraz problem, ona görə eyni şey qəbul edirəm, bu eyni fikir də elə. Bu kəlmə üzərində çox xırdalamağın yeri yoxdur.
Bunu da götürürük uşaqlar. Deməli biz götürürük burada necə? Bu A-nı götürürük 1-ə, A-nı 1-ə götürürük. Bir də Y-ni də 2-yə də götürə bilərik. O birlərə baxmadıq. O birlərdə var idi problem. D-ni də buraya yazırsan. Orada B, C, Y. B, C-ni də yazırsan. Bəli. Əslində bu tip suallarda adətən hansısa yazılmır kənarda qalır. Amma mütləq bir qaydası yoxdur da. Nəticədə üsyançılar, fitnəkarlar yazım gəlir. Belə uşaqlar, yoxsa yekunlaşdıraq. Sağ olun. Görürəm səsiniz gəlmir. Hələ. Sağ olun. Oldu. Sağ olun.